Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Bir çoxlarınızın sualları var, beyin sıxılmağı ilə bağlı. Düşünürsünüz ki, beyin sıxılır, deməli orada nəsə baş verir ki, bu möhkəm sıxılır və nəsə orada damarda partlayış ola bilər və yaxud məni insult vura bilər və yaxud filan. Mənim əzizlərim, mən demirəm təzyiq yaxşı şeydir. Çoxlarınız təzyiqi qorxursunuz da, təzyiq insult vura. Bütün hallarda təzyiqin qarşısını alınmalıdır. Bütün hallarda. Amma bundan qorxaraq yox. Panikaya, siz özünüzü nə qədər panikaya salsanız, 140-ı, 150-ni görürsünüz, bəzən mənə müraciət edirlər, 140-150 təzyiqlə panikadadılar, ağlayırlar, dəhşət. Asobini qadın xeylaqları. Bilirsiniz, bir şeyi başa düşməlisiniz. Nevroz ümumiyyətlə nə olan şeydir, onu bilirsiniz. Bu emosiya xəstəliyidir. İllərdir yığılan bir emosiyalar, hansı olaylardan ötəri, bunlar nakapливsi olur, yığılır və beyin artıq siqnal verir ki, qardaş, əl çəkdə və mənlə də məşğul oldu, buraxmısan bunun başını gedir bu və bir mənə də qulaq asda, bəs onun dili yox da, o sizə o cürünə verir, amma əslində o sizi qorumağa çalışır, tamam mı? O sizi qorumaq üçün bütün orqanizmə komanda verir. Yəni, təhlükə komandasını verir. Və siz panikaya düşürsünüz, siz onu anlamırsınız, anlatabildim mi? Qorxursunuz insult. Beyin heç vaxtı o təzyiqi o dərəcədə qaldırmır ki, sizi insult vırsın. Yenə deyirəm, insult, yəni, təzyiqin yuxarı olması yaxşı bir şey deyil. Bütün hallarda qarşı alınmalıdır. Amma bir şey qorxmadan eləmək lazımdır. Nədən qorxursunuz ki? Mən sizə deyim, ən böyük şeylərdən biri, yəni sübut olunmuş, elm üzərində sübut olunmuş bir şeydir ki, beyin özü təmzinləyir. Nə qədər lazımdırsa, beyin dözə bilirsə, beyin damarları elastik olur axı. Nə qədər dözə bilərsə, o dərəcəyə qədər qaldırar. Anlatabildim mi? Yoxsa ondan o tərəfə o hipertonik də ola bilər, vurar 300-lə. Öyrək xəstələrində olur. Amma nevrozda belə bir şeylər yoxdur. Anlatabildim mi? Yəni, o özü o qədər qaldırır ki, sizdə adrenalin artır, siz panikaya düşürsünüz, yenə qorxu, yenə həyəcan, yenə qorxu, yenə həyəcan və təzyiqi o da başlayır, qanı dövrən lazımdır, axı, qan dövran olmalıdır. O da başlayır, komanda ürəyə verir, ürək çırpınır, qan təzyiqi yuxarı qalxır ki, təzyiq ona görə qalxır. Anlatabildim mi? Yəni, o sizi qorumağa çalışır. Yəni, siz ya qaçasınız, ya da döyüşəsiniz. Anlatabildim mi? Siz onu başa düşmürsünüz, beyin sıxılır. Siz elə bilirsiniz ki, o beyində sıxılma tonusu alır. Tək beyin sıxılmır. Bütün damarlar, bütün əzələlər tonusda olur. Çünki adrenalin, məsələn, o da necə olur? Deməli, görürsünüz ki, qalxır 100 dərəcəyə. Əzələlər tonusu. 100-dən sonra başlayır aşağı verməyə. Tamam mı? Sonra başlayır sizdə ağrılar verməyə. Sonra görürsünüz, əsniyirsiniz panikdən sonra. Əsnəmələr gəlir, yuxu gəlir, elə bir ki, yorulmuşsunuz, nəsə iş görmüşsünüz, anlatabildim mi? O zaman endorfin atır və bütün mышçıları boşalmağa başlayır. Siz onu anlamırsınız, siz onu elə panika ilə çıxardırsınız. Siz onu götürsəz, fiziki naqruska ilə çıxarsınız. Tez bir zamanda çıxardarsınız və görərsiniz ki, heç nə qorxu var, nə də ağrı var. Tamam mı? Qorxmayın. Dializasiya, depersonalizasiyalı insanlara da deyirəm, yəni onlar da qorxurlar, onlar da dünyanı seyri rəngdə görür, nə bilim, insanları qəribə görür, filan eləyir. Bu xəstəlik deyil, bu beynin özünü blokadaya salmasıdır. Yəni, beyin o dərəcədə yorulur ki, sonda görürsən, ona qulaq asmırsan, nə siqnal da göndərir, gözün qulaq asmırsan, özünü blokadaya qorumağa çalışır. Yəni dincəlməkdəyəm mən. Get, nə bilirsən elə, bir sözlə, loru dilində desək.
Anlatabildim mi? Və ona görə də siz elə bil ki, hər bir şeyi süni şəkildə görürsünüz. Hətta elə bilirsiniz, özünüz də süni yaranmısınız. Elə bilirsiniz və nə bilim, hansı planetdən gəlmişsiniz. Anlatabildim mi? Yəni, belə şeylər baş verir. O beyin özünü qorumağa çalışır. Yəni, belə bir hadisələr, belə bir hisslər olsa qorxmayın. Çalışın ki, başı ümumiyyətlə nevrozlar. Çalışın dincəlməyə çox vaxt ayırın. Hər dəfə məkanınızı dəyişin. Yəni, bir gün bu fərq eləmir. İndi deyirsiniz ki, məkan gəzmək üçün bəyən pul var. Birinci onu deyirsiniz mənə. Amma siz bizkən çay ala bilməyəcəksiniz. Bir çayını çay ala bilməyəcəksiniz. Ailəvizlə gedin. Bu sefer bu məkanda oturun. O bir sefer şükür Allah'a daşı atırsan bizim Bakıda şeyə dəyir. Nədir o? Restoranlara dəyir. Oturun çay için. Biraz eyniniz açılsın. Biraz başqa insanlar görün. Biraz sosiallaşın insanlarla. Tamam mı? Dünya baxışınızı dəyişin. Hadi özünüzə yaxşı baxın. Sağ olun.